525-ci qəzetin 13 mart tarixli sayında dərc olunacaq yazılardan biri Şahanə Müşfiqin əslən Azərbaycanlı məşhur aktyor Tamer Karadağlı ilə apardığı maraqlı müsahibədir. Müsahibədə aktyor Azərbaycan teatr səhnəsində rol almağı çox istədiyini bildirib. O qeyd edib ki, hazırda rəsmi vəzifəsi və sıx iş qrafiki buna imkan verməsə də, gələcəkdə belə bir layihədə iştirak etmək istəyir. Aktyor onu Azərbaycan tamaşaçılarına sevdirən Çocuklar Duymasın serialından da danışıb. Gələcəkdə serialın film kimi çəkilməsi ehtimalını da istisna etməyən aktyor bildirib ki, uyğun və maraqlı təklif olarsa, məşhur Haluk obrazını yenidən canlandırmağa hazırdır. Söhbət zamanı aktyor Türkiyədə serial sektorunun vəziyyətinə də toxunaraq bildirib ki, bu sahə zəifləməyib, əksinə inkişaf edir və Türk serialları bugün dünya miqyasında böyük maraq doğurur. Tamer Karadağlı həmçinin Azərbaycan teatrı haqqında müsbət fikirlərini səsləndirib. Onun sözlərinə görə Azərbaycan teatr sənəti güclü ənənələrə malikdir və burada peşəkar rejissorlar, dramaturqlar və aktyorlar fəaliyyət göstərir. O hesab edir ki, Azərbaycan və Türkiyə teatrları arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Aktyor əlavə edib ki, ona Azərbaycanlı obrazı təklif olunarsa, bunu böyük məmnuniyyətlə qəbul edər və bundan qürur duyar. Nigar Abbasova, 525-ci kanal.